Muheymin 2-ci cild. Təhqiq, tərcümə və təlif Mürşid Yusifoğlu. Oruz kitabı. Bizə Şubə danışdı, Qatədədən, Səid İbnül Museyyəbdən, Ümmü Sələmənin qardaşı Amir İbni Əbi Umeyyəddən, Ümmü Sələmədən. Resulullah sallallahu aleyhi və səlləm cünub olaraq sabahlayar, sonra qüsul alar və oruz tutardı. Səid İbnül Museyyəb dedi, Əbu Hüreyrə fətvasını geri qaytardı, fətvasından döndü. Təyalisi 1711. Digər bir rəvayətdə bizə Nadir İbn Şümeyl danışdı, bizə Şubə xəbər verdi, Qatədədən dedi, Səid İbn Museyyəbi eşitdim, Ümmü Sələmənin qardaşı Amirdən danışırdı ki, Ümmü Sələmə demişdir. Resulullah sallallahu aleyhi və səlləm qadınlardan cünub olaraq sabahlayar və sonra oruz tutardı. Əbu Hüreyrə fətvasını geri qaytardı. Vahab İbni Cərir bu isnadla onun mislini bizə xəbər verdi. İshaq İbni Rahaveh 1833-1834. Digər bir rəvayətdə bizə Muhammed İbni Zəfər danışdı dedi, bizə Şubə danışdı. Həccac dedi, mənə Şubə danışdı dedi. Qatədəni eşitdim, Səid İbnül Museyyəbdən, Ümmü Sələmənin qardaşı Amirdən danışırdı ki, Resulullah sallallahu aleyhi və səlləm ehtilam olmadan cünub olaraq sabahlayar və sonra o günü oruz tutardı. O dedi, Əbu Hüreyrə fətvasını tərk etdi. Əhməd 27184. Digər bir rəvayətdə bizə Yazid danışdı, Səiddən, Qatədədən, İbnül Museyyəbdən, Əbu Hüreyrə kim cünub olaraq sabahlayarsa ona oruz yoxdur fətvasından döndü. Əbu Bəkr İbn Əbi Şeybə 9674. Hədisi təyalisi Əbu Bəkr İbn Əbi Şeybə, İshaq İbn Rahaveh, Əhməd, Nəsai, Əbu Yələ və İbn Hibban rəvayət etmişdir. Oruzlunun zövcəsini öpməsi babı. Məlik Hişam İbn Urvadan, atasından, möminlərin anası Ayşədən o demişdir. Heç şübhəsiz ki, Resulullah sallallahu aleyhi və səlləm zövcələrindən bəzilərini özü oruclu olduğu halda öpərdi. Urva İbn Zübeyr dedi, sonra Ayşə radiyallahu anhə güldü. Məlik 798. Digər bir rəvayətdə bizə Vaqi danışdı dedi, bizə Hişam danışdı atasından Ayşədən. Nəbi sallallahu aleyhi və səlləm oruclu ikən qadınlarından bir qadını öpdü. Sonra o Ayşə radiyallahu anhə güldü. Əhməd 26251. Digər bir rəvayətdə bizə Amr İbn Əli xəbər verdi, bizə Yahya danışdı dedi, bizə Hişam danışdı dedi, mənə Yahya danışdı. Əbu Sələmə İbn Abdurrahmandan, Urva İbn Zübeyrdən, Ayşədən. Resulullah sallallahu aleyhi və səlləm oruclu ikən onu öpərdi. Nəsai Əl-Kubra 3051. Hədisi Məlik, Hümeydi, Əbu Bəkr İbn Əbi Şeybə, Əhməd, Darimi, Abd İbn Hümeyd, Buxari, Muslim, Nəsai, Əbu Yələ, İbn Hibban rəvayət etmişdir. Bizə Əbul Əhvas danışdı, Ziyad İbn İləqadan, Amr İbn Meymundan, Ayşədən dedi. Nəbi sallallahu aleyhi və səlləm oruc, Ramazan ayında zövcələrini öpərdi. Əbu Bəkr İbn Əbi Şeybə 9482. Digər bir rəvayətdə bizə Yahya İbn Adəm xəbər verdi, bizə Əbul Əhvas xəbər verdi, Ziyad İbn İləqadan, Amr İbn Meymundan, Ayşədən. Resulullah sallallahu aleyhi və səlləm oruc, Ramazan ayında zövcələrini öpərdi. İshaq İbn Rahaveh 1568. Digər bir rəvayətdə bizə Həşim danışdı, bizə Şeybən danışdı, Ziyad İbn İləqadan, Amr İbn Meymundan, Ayşədən oruclu olduğu halda zövcəsini öpən kişi haqqında soruşdum, dedi. Resulullah sallallahu aleyhi və səlləm oruclu ikən zövcələrini öpmüşdür. Əhməd 26746. Hədisi təyalisi İshaq İbn Rahaveh, Əbu Bəkr İbn Əbi Şeybə, Əhməd, Muslim, Əbu Davud, Nəsai, Tirmizi, İbn Macə, Əbu Yələ və Əbu Avana rəvayət etmişdir. Bizə İbn Əbi Zib danışdı, Zuhridən, Əbu Sələmədən, Ayşədən dedi. Resulullah sallallahu aleyhi və səlləm oruclu ikən məni öpərdi. Təyalisi 1579. Digər bir rəvayətdə bizə Osman İbn Ömər xəbər verdi, bizə İbn Əbi Zib xəbər verdi, Zuhridən, Əbu Sələmədən, Ayşədən. Resulullah sallallahu aleyhi və səlləm
oruclu ikən onu öpərdi. İshak İbn Rahave 1061. Hədisi təalisi İshak İbn Rahave, Əhməd və Əbu Avanə rəvayət etmişdir. Bizə Sufyan danışdı dedi. Abdurrahman İbnül Qasimə dedim. Atanı eşitmisənmi? Ayşədən danışır ki, Resulullah sallallahu aleyhi və səlləm oruclu ikən onu öpərdi. O bir müddət sustu, sonra dedi, bəli. Hümeydi 198. Digər bir rəvayətdə bizə Abdə İbn Süleyman xəbər verdi. Bizə Ubeydullah İbn Ömər xəbər verdi. Qasimdən, Ayşədən dedi. Resulullah sallallahu aleyhi və səlləm oruclu ikən onu öpərdi. Sonra Ayşə radiyallahu anhə əlavə edərək dedi. Lakin o sizin içinizdə şəhvətinə ən hakim olan idi. İshak İbn Rahave 937. Digər bir rəvayətdə bizə Sufyan danışdı dedi. Abdurrahman İbn Qasimə dedim. Atanı eşitmisənmi? Ayşədən danışır ki, Resulullah sallallahu aleyhi və səlləm oruclu ikən onu öpərdi. O az bir müddət sustu, sonra dedi, bəli. Əhməd 24611. Hədisi Hümeydi, Əhməd, İshak İbn Rahave, Darimi, Muslim, Nəsai, Əbu Ya'lə və İbn Xuzeymə rəvayət etmişdir. Bizə Abdurrahman danışdı, bizə Sufyan danışdı, Əbu Zinaddan, Əli İbn Hüseyndən, Ayşədən. Nəbi sallallahu aleyhi və səlləm oruclu ikən onu öpərdi. Əhməd 26320. Digər bir rəvayətdə bizə Muhammed İbn Bəşşər danışdı, bizə Abdurrahman danışdı, bizə Sufyan danışdı, Əbu Zinaddan, Əli İbn Hüseyndən, Ayşə radiyallahu anhadan. Nəbi sallallahu aleyhi və səlləm oruclu ikən onu öpərdi. Muslim 2554. Digər bir rəvayətdə bizə Muhammed İbn Musənnə və Muhammed İbn Bəşşər danışdı dedilər. Bizə Abdurrahman danışdı dedi. Bizə Sufyan danışdı Əbu Zinaddan, Əli İbn Hüseyndən, Ayşədən. Nəbi sallallahu aleyhi və səlləm oruclu ikən onu öpərdi. Nəsai Əl-Kubra 3039. Hədisi təalisi Əhməd, Muslim və Nəsai rəvayət etmişdir. Bu hədisin burada verdiyim hər üç rəvayətində onu Ayşə radiyallahu anhadan rəvayət edən ravi Əli İbn Hüseyndir. Resulullah sallallahu aleyhi və səlləmin soyundan olan seyid bir kimsədir. O Əli İbn Hüseyn, İbn Əli, İbn Əbi Talib, İbn Abdülmuttalib, İbn Həşim Əl-Qurayşi Əl-Haşimdir. Kunyası Əbul Hüseyndir. Əbul Həsən də deyilmişdir. Həmçinin ona Əbu Muhammed Əl-Mədəni, Zeynulabdin də deyilir. Eləcə də ona Kiçik Əli deyilir. Zeynulabdin ləqəbi ilə məşhurdur. Allah ondan, babalarından və mübarək soyundan razı olsun. Burada diqqət çəkən məqamlardan biri də budur. O, bu hədis-i şərifi möminlərin anası Ayşə radiyallahu anhadan rəvayət etmişdir. Həm də Ayşə radiyallahu anhanın fəzilətinə dəlalət edən bir hədis. Bizə Səid İbn Hafs danışdı dedi. Bizə Şeybən danışdı Yahyadan, Əbu Sələmədən, Zeynəb bint Əbi Sələmədən. Ona danışdı ki, Ümmü Sələmə demişdir. Bir dəfə mən xamilənin kənarları saçaqlı yataq və ya örtü. İçində Nəbi sallallahu aleyhi və səlləm ilə birlikdə yatarkən heyz oldum. Sakitcə aralanaraq yataqdan çıxdım. Heyz üçün olan paltarımı götürüb geyindim. Resulullah sallallahu aleyhi və səlləm mənə dedi, heyz oldum? Mən bəli dedim. Məni çağırdı və özünün yanına örtüyünə daxil etdi. Həmçinin Zeynəb dedi. Ümmü Sələmə radiyallahu anhə onu da mənə danışdı ki, Nəbi sallallahu aleyhi və səlləm özü oruclu olduğu halda onu öpərdi. Həmçinin o dedi ki, mən Nəbi sallallahu aleyhi və səlləmlə bircə cənabətdən, cünubluqdan bir qabdan qüsul edərdim. Buxari 322. Digər bir rəvayətdə bizə Ubeydullah İbn Səid danışdı dedi. Bizə Muaz İbn Hişam danışdı. Bizə İshak İbn İbrahim xəbər verdi dedi. Bizə Muaz İbn Hişam xəbər verdi dedi. Mənə atam danışdı. Bizə İsmail İbn Məsud xəbər verdi dedi. Bizə Xalid, o İbnül Harisdir, danışdı dedi. Bizə Hişam danışdı. Yahya İbn Əbi Kəsirdən dedi. Mənə Əbu Sələmə danışdı ki, Zeynəb bint Əbi Sələmə ona danışdı ki, Ümmü Sələmə ona danışdı dedi. Bir dəfə mən Rasulullah sallallahu aleyhi və səlləm ilə birlikdə uzanmışdım. Birdən heyz oldum. Yavaşca çıxıb getdim və heyz paltarımı götürdüm. Rasulullah sallallahu aleyhi və səlləm dedi, heyz oldum? Mən dedim, bəli. O məni çağırdı. Mən də onunla birlikdə yumuşaq döşəkdə uzandım. Bu ləfz Ubeydullah İbn Səidindir.
Nəsai Əs-Suğra 371. Hədisi İshaq İbn Rahaveh, Əhməd, Darimi, Buxari, Muslim, Nəsai, Əbu Yələ və İbn Hibban rəvayət etmişdir.